dəstəmaz alarkən övratı örtmək vacibdirmi? Və yaxud da övrat örtülü olmadığı halda insan dəstəmaz ala bilərmi? Elm əhli bu haqda deyir ki, övratı örtmək dəstəmazın sağlamlığı üçün şərt deyil. Bu həmçinin bir qaydadır. Yəni bunu adam dəstəmaz, hər bir müsəlman bilməsi lazımdır ki, bu qaydadır. Hətta dəstəmazla ilgili olan bir çox hökmləri bilə. Elm əhli deyir ki, dəstəmazın sağlamlığı üçün, doğru olması üçün övratı örtmək şərt deyil. Yəni ona görə də başa düşülür ki, yəni bir insan övratı açıq və yaxud da lüt şəkildə və yaxud da hamamda çimdiyi halda dəstəmaz alarsa, onun aldığı dəstəmaz səhihdir. Çünki övrat örtmək naməhrəmlərə və yaxud da başqalarının qabağında əmr olunan məsələlərdən biridir. Bu, ümumiyyətlə, 4 məzhəbin 4-ündə də məşhur məsələdir. 4, yəni İmam Əbu Hənifə, İmam Şəfi'i, Əhməd ibn Həmbəl və İmam Malik, onlardan heç biri bildiyim qədər dəstəmazın sağlamlığı üçün övratın örtülü olmağını şərt görmür. İbn Baz rəhməhullah bu haqda geniş danışır fətvalar kitabında. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.